AAMMC komandası olaraq 2018-ci ildən etibarən qazma, daşınma və paralel olaraq bəndqurma fəaliyyəti ilə məşğuluq. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən çox işğal altında qalan torpaqlarımız azad edildi. İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş torpaqlarda yenidən qurma və tikinti işlərində AAMMC kollektivi olaraq aktiv iştirak eləməyə başladıq. Belə ki, 2022-ci ilin yanvar ayından etibarən başlayan Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunun kilometr 34+000 və kilometr 51,000 aralıq layihəsi 6 aydan sonra təhvil verilmişdi. Laçın Beynəlxalq Hava Limanının kilometr 1+620 və kilometr 3+920 aralıq hissəsinin torpaq yatağının tikinti, bitki qatının çıxarılması, qazma, dolğu işləri AAMMC tərəfindən uğurla yekunlaşdırılmışdı. Bu layihədə 2022-ci il aprel ayından başlayaraq 2024-cü ilin dekabr ayına qədər texnologiyaya uyğun yerinə yetirilən işlər, bitki qatının çıxarılaraq təkrar istifadəsi üçün ehtiyatda saxlanılması, 116.999,80 kubmetr, qruntun şevləndirilərək pilləli şəkildə qazılıb müəyyən olunmuş yerə daşınıb sərilməsi, 9.982.175 kubmetr, qaya tipli süxurların qırıcı mexanizmlərlə işlənib qazılaraq daşınması, 125.253 kubmetr, karxanadan dolğu materialının daşınıb, sərilib, kipləşdirilməsi, 253.047 kubmetr, qazmadan çıxan yararlı materialın geri dolğuya daşınıb, sərilib, kipləşdirilməsi, 1.053.956 kubmetr. İndi isə sizə AAMMC olaraq hazırda çalışdığımız layihələri təqdim etmək istəyirik. Uğurla davam edən layihələrdən biri Kəlbəcər-Laçın avtomobil yolu layihəsidir. AAMMC olaraq qeyd olunan Kəlbəcər avtomobil yolunun kilometr 35+000 və kilometr 72+800 aralıq hissəsinin tikinti layihəsini də uğurla davam etdiririk. Layihə boyunca 2022-ci ilin avqust ayından başlayaraq 2024-cü ilin dekabr ayına kimi qeyd olunan işlər görülmüşdür. Hal-hazırda Kəlbəcər-Laçın yolu kilometr 38+200 və kilometr 47+700 hissəsinin torpaq yatağının tikinti işləri AAMMC olaraq tərəfimizdən həyata keçirilir. 2022-ci ilin avqust ayından başlayaraq 2024-cü ilin dekabr ayının sonunadək aşağıda qeyd olunan işləri yerinə yetirmişik və hal-hazırda tikinti işləri davam edir. Bitki qatının çıxarılması 27.733 kubmetr, qazma işləri 1.975.806,86 kubmetr, qırıcı mexanizmlə qazma 2.181 kubmetr, dolğu işləri 30.416 kubmetr, qaya dolğusu 3.814 kubmetr. AAMMC olaraq hal-hazırda çalışdığımız digər layihə isə Yeni Xudafərin Qubadlı Laçın avtomobil yolunun 33-cü kilometrindən ayrılmaqla Laçın dəhlizinə kimi olan avtomobil yolu layihəsinin kilometr 19+040 və kilometr 23+320 aralıq hissəsində torpaq yatağının və süni qurğuların tikinti layihəsidir. Torpaq yatağının tikintisi zamanı aşağıdakı işlər yerinə yetirilir. Təhvil aldığımız təmizlənmiş ərazilərdə dağların layihə kodu səviyyəsinə şevləndirilərək pilləli şəkildə qazılması və pillələrdə V şəkilli arxların qazılıb betonlanması. Dərələrdə və çökəkliklərdə layihə kodu səviyyəsində dolğu işlərinin yerinə yetirilməsi. Qarşımıza çıxan sərt süxurlu dağları partladaraq qazmasını yerinə yetiririk, şevlər isə qırıcı mexanizmlərlə işlənib layihə koduna gətirilir. Ərazimizdəki hər növ dəmir-beton işlərini öz qüvvəmizlə yerinə yetiririk. Hal-hazırda 2 ədəd 45 metr uzunluğunda, 1500 mm diametrində su ötürücü borunun tikilib quraşdırılmasını yerinə yetirib, geri dolğusunu edərək hərəkəti üzərindən buraxmışıq. Daha 2 yerdə diametri 1500 mm və 6 yerdə diametri 1000 mm olan su ötürücü borunun layihə üzrə tikintisini yerinə yetirəcəyik. Həmçinin 59 metr uzunluğunda, eni və hündürlüyü 2 metr olan düzbucaqlı qoşa su ötürücünün tikintisini yerinə yetirmişik.
Daha bir yerdə isə eni və hündürlüyü 2 metr olan su ötürücünün tikintisi həyata keçiriləcək. Bu layihədə 2024-cü ilin yanvar ayından başlayaraq 2025-ci ilin mart ayına qədər 3 milyon kubmetr qazma, 58 min kubmetr dolğu işlərini yerinə yetirmişik və hal-hazırda işlərimiz davam edir. AAMMC olaraq ən uzun müddətli layihəmiz 2018-ci ildən etibarən Gədəbəy qızıl mədənində qazma daşıma layihəmizdir. Qeyd edək ki, mədəndə qızıl və mis tərkibli xam dağ süxurları qazılaraq filiz meydançasına ay ərzində 370 min ton daşınması tərəfimizdən həyata keçirilir. Belə ki, emal zamanı əldə olunmuş boş süxur kütlələrinin yüklənməsi, boş süxur meydançasına daşınması və eyni zamanda boş süxur anbarlarının rekultivasiyası həyata keçirilir. İl ərzində 4 milyon 440 min ton qeydə alınaraq qarşı tərəfə təhvil verilir. 1 iyul 2018-ci il tarixdən 30 dekabr 2018-ci il tarixinə qədər 1 milyon kubmetr xammal və tullantının yüklənib daşınması AAMMC olaraq tərəfimizdən həyata keçirilib və əlavə olaraq 1 noyabr 2019-cu il tarixdən 8 oktyabr 2020-ci il tarixinədək Gədəbəy rayonunun Söyüdlü kəndinin aşağı hissəsində yerləşən nəm tullantı anbarının sahil bərkitmə işlərinə 5 milyon 640 min kubmetr qruntun yüklənib daşınmasını həyata keçirmişik. 2024-cü il fevral ayından 2025-ci ilin mart ayınadək əməkdaşlıq etdiyimiz Azərbaycan International Mining Company Limited şirkəti ilə aylıq olaraq Gədəbəy qızıl mədəni ərazisində 240 min tonla 270 min ton arası filiz yüklüyüb daşınma işini yerinə yetiririk və əlavə olaraq nəm tullantı anbarına aylıq 220 min kubmetrlə 260 min kubmetr arası qrunt daşınmasını həyata keçiririk.